Ve bugün de çok şadam ki ANS'in efir simalarının biri aziz hemkarımız, aparıcı Elgiz buradadır. Alkışlarınızla. Elgiz, hoş gördük sizi. Rahat eylesin. Biz sizi ilk defa ki maşında görürük. Hoş gördük. Bu yakınlarda şəxsi həyatınızda mühüm bir hadisə başlaydı. 9 May tarixində biz burada açılış ederken Elgiz ve hayat yoldaşı ve bütün dostları beraber yığışı biz ürəkdən təbrik edirik. Bir alkışlar rica ederim. Xoşbaxt olsun, böyle bir güzel günler yaşayasınız. Hoş gördüğüm aslında. İlk defadır ki buradasınız ve öz təəssüratlarınızla bölüşün herhalde. Valla təəssüratlar çoxdur. Mən dostlarıma dedim, gələndə dedim ki, mən maşın şoya gedirəm. Bunlar mənə dedilər ki, birdən səndən soruşdular. Murad bəy səndən soruşdu ki, bu maşın kimə qismət olsun? Dedim, doğruymuş, mən bu haqda fikirləşməmişəm. Mənim çox dəyər verdiyim insanlar, çox sevdiyim mənim dostlarım, hamısı mənim dostlarımdır. Valla mən belə çox pis vəziyyətdəyəm. Deyə bilərəm ki, ən çox əmək sərf edən, mən bunu deməkdən heç qorxmuram. Bu verilişi maraqlı edən kim olacaqsa, daha baxımlı edən kim olacaqsa, maşında ona qismət olsun. Mən bunu deyim. Deyəsən söhbət mənim özümdən gedirəm. Biz buradayıq, xəbərimiz yoxdur. Maşın haqqında nələr danışırlar? Cəmaat nə deyir? Siz Allah cəmaat işindəsiniz. Mən təbii xalqın arasında olan bir insan kimi deyirəm ki, bu ümumiyyətlə bu buraxılış, indi əvvəlki buraxılışları deyə bilmərəm, çünki çox üzürlü hesab edim. Mənim vaxtım olmamışdı, zamanım olmamışdı baxmağa. Amma bütün buraxılışlarınızı seyr eləyirəm. Çox böyük, necə deyim, maraqla seyr eləyirəm. İlhamı xanım, dünən biz müzakirə edik. Birinci sözü oldu mənə zəngilik ki, maşın şoyu baxırsan Elgiz. Rəhmə Quliyeva? Bəli. Hə, mənim canım ciğərimdən dünyalar qədər sevdiği bir şəxsin adı çəkildi. Bugün Azərbaycanın xalq artisti, Şöhrət Orden, bizim gözəl primadonnamız, bütün en yüksek rütbeler ne varsa o hanımdadır. Adlar ne varsa. İlhame Hanım'a alkışlar. Kucak dolu teşekkürler burada. Və digər çox tanınan insanlar, yəni hamı baxır, çox maraqlıdır. Maşallah, maşallah, bu temdən də davam edin. Uğurlar sizə Murad bəy. Təbii ki, sizin apardığınız veriliş başqa cürə ola bilməz. Sabah bilirəm ki, sabahtan itibaren Elgiz ilk defa olarak güne bakan, bugün ha. Bəli, bugün ilk buraxılışımız oldu və mən yeri gəlmişkən sizi bu Olimpiya oyunlarının xoşməramlı səfiri kimi, hə? Düz deyirəm? Bəli, yay oyunlarının ulduzlu səfiri. Ulduz səfiri kimi sizi dəvət edirik sabah günə baxana. Çox maraqlı bizim buraxılışımız olacaq. Orada elə məqamlar var ki, indiyə qədər deyilməyib. O məqamlar ətrafında biz söhbət edəcəyik. Mən çox sevinərəm sizi verilişimdə görürəm. Minnətdarım. O zaman sabah ilk Azərbaycanda keçiriləcək dünya üzrə ilk Avropa oyunlarının bütün qonaqları sabah Elgiz'in güne bakan verilişinde yığışır. Mən artık bu barədə bizim dostumuz Gönül deyip, Şahin deyip teşekkür ederim. Hoş gördük size aziz dostlar. Gönül hoş gördük, hoş gelmişsiniz. Sabah oradayıq, böyük məmnuniyyətlə. Sabah da bize bakın. ANS TV'de güne bakanda Elgiz'in qonaqları olacaq. Uğurlar olsun, minnətdarım gəlişinizə görə.